Məşhur İtalyan makaron markasının bəzi məhsullarında normadan artıq qurğuşun aşkarlandığı iddia olunur. Ölkəmizdə də həmin məhsulun satışının olması narahatlıq doğurub. İddia doğrudursa, məhsul sağlamlığa necə təsir göstərə bilər? Əməkdaşlarımız mövzunu ətraflı araşdırıb izləyək. Avropa Birliyinin qida və yem üçün sürətli siqnalizasiya sistemi Barilla'nın Integrale Volcorum Pennerigati adlı tam buğda makaronunda yüksək səviyyədə qurğuşun aşkar edildiyini açıqlayıb. 500 qramlıq paketlərdə satılan və 1 mart 2026-cı il tarixinə qədər istifadə müddəti olan məhsullar xüsusilə Almaniyada riskli hesab edildiyi üçün satışdan yığışdırılır. Avropa büromuzun müxbiri xəbər verir ki, Almaniya həmin şirkətin məhsullarının əsas idxalçılarındandır və məsələ ilə bağlı narahatlıq var. Almaniyada qida təhlükəsizliyinə nəzarət edən qurumlar faktı təsdiqləyiblər, amma bunun böyük təhlükə olmadığını bildirirlər. İstehsalçı firmaya tələb qoyulub ki, bundan sonraki məhsulların tərkibi normalara uyğun olmalıdır. Söhbət istehsalçının bütün məhsullarından deyil, yalnız birindən kəpək tərkibli undan hazırlanmış makarondan gedir ki, onu da Almaniyada satışdan yığışdırıblar. Amma istehsalçı firma çox da ciddi cəzaya məruz qalmayacaq. Məsələ burasındadır ki, istənilən balıq məhsulunda belə qurğuşunun tərkibi, miqdarı un məmulatlarından daha çoxdur, dəfələrlə çoxdur. Amma un məmulatlarından hazırlanan məhsulların özünün standartları var ki, buna rəayət olunmalıdır və istehsalçı firmada Almaniyada bu barədə artıq xəbərdarlıq alır. Sözü gedən məhsul ölkəmizdə də əksər iri marketlərdə satılır. Bu səbəbdən narahatlıq var. Bəs qurğuşun maddəsinin çoxluğu hansı fəsadlara yol aça bilər? Qurğuşun ağır metal kimi insan orqanizminə görə çox ciddi və toksik təsir göstərir. Xüsusən uşaqlara toksikdir. Birinci növbədə onların inkişafına, IQ səviyyəsinə və sinir sisteminə təsir edir. Böyüklərdə də müxtəlif toksik sindromların eyni zamanda sinir sisteminə, mədə-bağırsaq sisteminə və qan-ürək sisteminə təsir edə bilər. Qurğuşunun maksimal qanda icazə verilmiş səviyyə 5 mikroqram millilitr. Ondan yuxarı olsa, bu insan orqanizmində ciddi toksik təsir göstərə bilər. Qida sahəsi üzrə ekspertlər deyir ki, məhsullarda ağır metalların norma daxilində olmasına diqqət yetirmək mütləqdir. Təbii ki, əgər idxal olunubsa, həmən partiya, yəni 1 mart 2026-cı ilə qədər olan partiyalar Azərbaycana daxil olubsa, xüsusilə ictimai yarışı müəssisələri və ümumi istehlakçılar təbii ki, partiya nömrəsinə baxmalıdırlar, istehsal tarixinə və son istehsal tarixinə baxmalıdırlar, xüsusilə ki, əgər 1 mart 2026-cı ili orada görərlərsə, Qida Təhlükəsizliyi Agentliyinə və qaynar xəttlərinə təcili xəbər vermələri tövsiyə olunur. Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, məsələ nəzarətə götürülüb, müvafiq araşdırmalar aparılır. İctimaiyyətə ətraflı məlumat veriləcək. Məhəmməd Hacızadə, Aysu Qayıbova, Şahin Abbasov, ATV Xəbər.